إن الحمد لله نحمده ونستعين ونستغفره نعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهد الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا şerike له وأشهد أن محمدا عبده ورسوله. Değerli insanlar, Allah-u Teala Kur'an-ı Kerim'de, öz kitabında ancaq Allah'a ibadet etməyi, ona dua etməyi, ona heç bir şey şərik qoşmamağı buyurur, əmr edir. Çünki bütün peyğəmbərlərin gəlişi əsas məqsədi bundan ibarətdir. Dinim İslam deyən kimsə Allah'a ibadətdə heç bir şeyə ona şərik qoşmamalıdır. Lakin təəssüflər olsun ki, bu günləri biz görürük ki, dinim İslam deyən kimsə, Peyğəmbərin Muhammed sallallahu aleyhi ve sellem deyən kimsə görürsən ki, ibadətlərdə Allah'a şərik qoşurlar. Allah'a ibadətdə tövhid etmirlər. Halbuki dinin əsas məqsədi, Peyğəmbərlərin əsas gəliş məqsədi nədir? Əlbəttə ki, Allahın təkliyinə çağırmaq. Allahın təkliyinə çağırmaq. Allah-u Teala Quran-ı Kərimdə Ənbiya surəsində buyurur ki: "Və mə ərsəlnə min qablika min rasulin illə nuhi ileyhi ennehu la ilahe illa ene fa'budun." Elə bir elçi olmasın ki, biz ona məndən başqa heç bir məbud yoxdur, ancaq mənə ibadət edin deyə vəhy etməyək. Bu kimi ayətlərdən məlum oldu ki, Allah-u Teala Quran-ı Kərimdə Peyğəmbərlərin əsas gəliş məqsədi, əsas yolu nədir? Ancaq Allah'a tək olaraq ibadət etmək, ona heç bir şey şərik qoşmamaq, istəyir Peyğəmbərlər olsun, istər salihlər olsun, istər övliyalar olsun. Çünki niyə görə? Bizim əsas xaliqimiz Allah-u Teala'dır. Allah Subhanahu Teala'dır ki, hansı ki o biz yaratdığı üçün bizim bütün ibadətlərimiz ona yönəlməlidir. Ona ibadətlərdə heç bir şey şərik qoşmamalıyıq. Amma təəssüflər olsa bu günlər görürsən ki, özlərini, etiqadlarını İslam'a nisbət edirlər, lakin bunun əksini yaşayırlar. Müşriklərdə görən əməllər, ibadətlər necə onlar Allah'a şərik qoşaraq iman gətirib ibadət edirlər. Eləcə də bu günləri, bu zamanımıza belə insanları çox görürük biz. Və həm özləri düşürlər bu şübhələrə, həm də insanları bu gülünc şək şübhələrə çağırırlar və onları azdırmağa çalışırlar. Və onların şək şübhələrindən çoxdur, sayı hesabı yoxdur. Misal üçün birini çəkmək istəyirəm ki, məsələn, deyirlər ki, Yusuf Əleyhisselamın qissəsini gətirirlər, hansı ki orada Yusuf Əleyhisselam öz köynəyini atasının gözünə sürtərək gözlərini açır. Həqiqətən çox batıl bir istillaldır. Yəni ki, heç bir əlaqəsi yoxdur demək olar ki. Niyə görə? Çünki o zaman Yusuf Əleyhisselam sağ idi, sağ olduğu üçün bunu etməyə qadir idi. Lakin indi isə peyğəmbərlər, övliyalar, salihlər axirət dünyasındadırlar. Buna qadir deyirlər. Çünki istillal axı düz gəlməlidir, dəlil düz gətirilməlidir. Yəni, heç bir əlaqəsi yoxdur axı. İkinci də ki, Yusuf Əleyhisselamın etdiyi bir əməl nədir? Təbərrükdür. İndikilər nə edirlər? O təbərrükü bizim Peyğəmbərimiz sallallahu əleyhi və səlləm də edib öz zamanında. Bir çox bu barədə dəlillər var, hədislər var ki, bəli, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm də bu cür ondan belə təbərrüklər olub, sahabələr haqqında barəsində olub. Lakin bunun heç bir əlaqəsi yoxdur. İndi insanlar birbaşa olaraq ya Peyğəmbərləri, ya salihləri çağırırlar, dua edirlər. Və yaxud da ki, onları Allah'ın öz aralarında aracı götürürlər, vasitə götürürlər ki, hansı ki Allah-u Teala da bunu şirk adlandırmışdır. Bu cür vasitəni Allah-u Teala qəbul etmir. Dinimizdən saymır. İndi Allah-u Teala buyurur ki, Fatih surəsində buyurur ki, İn təd'um lə yəsmə' dua'akum وَلَوْ سَمِعُوا مَا اسْتَجَابُوا لَكُمْ وَيَوْمَ الْقِيَامَةِ يَكْفُرُونَ بِشِرْكِكُمْ. Allah Teala buyurur ki, əgər siz onları çağırsanız, onlar sizin duanıza, çağrışınıza cavab verməzlər, cavab verə bilməzlər. Daha doğrusu, əgər siz onları çağırsanız, onlar sizi eşitməzlər, eşitsələr də buna cavab verə bilməzlər. Özləri də qiyamət günü, görün nə qədər burada ayətdə sonunda nə deyir? Özləri də qiyamət günü sizin etdiyiniz o şirki, o ibadətləri inkar edəcəklər. Açıq-aşkar bir ayətdir ki, həqiqətən də Allah-u Teala burada ibadətin əsas məqsədini bizə göstərir bu kimi ayətlərdə ki, yəni siz əgər onları çağırsanız, həm də bu çağırıcı Allah-u Teala nə adlandırdı? İbadət adlandırdı. Bu ayətə fikir vermək lazımdır, bunu başa düşmək lazımdır ki, burada Allah-u Teala bu çağırıcı nə adlandırdı?
bu çağırışı dua adlandırdı və dua da ibadətdir şübhəsiz ki. Hətta onu eşitsələr belə də cavab verə bilməzlər. Allah-u Teala buyurur Quran-ı Kərimdə ki, hətta onlar eşitsələr belə cavab verə bilməzlər. Həmçinin indəki qiyamət günü bu çağırışı Allah Teala şirk adlandırdı. Və həmən o çağırdığı məxluq da nə edəcək? Qiyamət günü bunu inkar edəcək. Qiyamət günü bu çağırışı, bu şirki özlərindən uzaqlaşdırmaya çalışacaqlar və bunu inkar edəcəklər. Amma biz nə görürük? Görürük ki, dinim İslam deyən kimsələr görürsən ki, insanları çox gülünc şübhələrlə aldadmağa çalışırlar. Özləri azdıqları kimi insanları da azdırmağa çalışırlar. Elm əhli də, alimlər də tövhiddən danışdığı zaman bunlara inkar edib və deyirlər ki, bu ancaq tövhiddən danışırlar. Niyə görə? Çünki tövhid əsas ibadətlərin başıdır, məqsədidir. Əgər tövhid olmazsa, heç bir ibadətlərin qəbul edilməz. Heç bir edilən ibadətlərin bir əhəmiyyəti qalmaz. Bir mənası olmaz. Çünki dediyimiz kimi ayətlərdən öncədən dediyimiz kimi ayətlər gətirildi ki, əsas gəliş məqsədi nədir? Peyğəmbərlərin yolunun əsas məqsədi nədir? Gəlmə məqsədi Allaha ibadət eləməkdir. Bu kimi əməlləri də vəsilə olaraq götürürlər, hansı heç bir əlaqəsi yoxdur. Və Quran-ı Kərimdə belə ayətlər də yoxdur. Nədir? Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsində, onun əməllərində belə bir şeylər yoxdur. Allahın Rəsulü sallallahu əleyhi və səlləm ancaq insanları Allahın təkliyinə çağırıb, ona ibadətə çağırıb. Çünki biz bilirik ki, Allahın kitabında bu cür ayətlər çoxdur. Həmən müşriklər, hansı ki Allah Teala onları şirk əhli adlandırırdı, müşrik adlandırırdı, onlar Allahın varlığını qəbul edirdilər. Lakin onların əsas problemi nə idi? Əsas problem onda idi ki, onlar Allah qəbul etməsinə baxmayaraq, onlar öz dualarında, ibadətlərində onları Allah şərik qoşurdular. Əsas böyük problem də, böyük məsələ də, yəni ki, hansı ki onlar bu məsələdə böyük bir zəlalətə düşürlər. Əsas məsələ də budur. İndi dövrümüzdə də biz bunu görürük. Əlaqəsi olmayan ayətləri buna gətirirlər. Ey iman gətirənlər, məsələn, Quran-ı Kərimdə onların dəlillərindən biri də budur ki, Maide surəsində ey iman gətirənlər, Allah üçün vəsilə axtarın, Allah yolunda cihad edin. Görürsən ki, bu ayəni gətirirlər. Halbuki nə əlaqəsi var ki? Allah Teala buyurdu ki, ey iman gətirənlər, Allah'a ibadət edin və Allah'a vəsilə axtarın da, ona yaxınlaşmaq üçün. Və Allah yolunda cihad edin. Allah Teala bu sözü kəlməni deyəndən sonra ki, vəsilə axtarın və sonra dedi ki, nədir? O cəhədu fi səbilillahi, yəni Allah yolunda cihad edin. Vəsilə olaraq Allah Teala cihadı gətirdi burada. Və digər ayətlərdə də çoxdur. Allah Teala Quran-ı Kərimdə onun gözəl isimləri var, sifətləri var, hansı onların vasitəsilə Allaha dua etməyə Allah əmr edir, buyurur. Və lilləl əsməl husnə fəduhu bihə. Ən gözəl isimlər Allahındır. Onunla Allah çağırın, dua edin. Və bu kimi ayətlər onu göstərir ki, ibadətləri necə eləmək lazımdır. Ki Allah o ibadətləri bizdən qəbul etsin. O ibadətlərdə tövhid olsun. Əgər o ibadətlərimizdə tövhid olmazsa, Allahdan qeyrisinə ibadətlərin bir əlaməti olarsa, əlbəttə ki, Allah Teala bizdən bunu qəbul etməz. Əsas məqsəd nədirsə, bunun üzərində olmaq və bunun üzərində sabit olmaq nədir? Vacibdir. İslamın əsas məqsədini və gəlişini bilmək lazımdır. Və Allahın göndərdiyi kitabının və Rəsulların göndərdiyi, ancaq Allah Rəsulları göndərib, oradakı muradı və məqsədi anlamaq, düzgün başa düşmək lazımdır və bunun üzərində sona qədər də sabit olmaq vacibdir. Və qullara da əmr olunan elə budur. Ona insanlar bunu doğru düzgün başa düşməlidir. Allahın kitabını doğru düzgün anlamalı. Necə ki, hüzürlərdə məsələsin, mollalar Quranı oxuyurlar, yaxsını oxuyurlar, digər ayətləri, suraları oxuyurlar. Görürsən ki, bunun məqsədini, mənasını başa düşmürlər. Baxmayaraq ki, Allahın kitabını qəbul edirlər ki, Allahın kitabıdır, müqəddəsdir. Lakin bu içindəkilərindən insanların çoxunun xəbəri yoxdur. Xəbəri yoxdur və bəzi insanlara xurafatı yayan, yaşayan insanlar da istəyirlər ki, bunu insanlardan, bu əsas məqsədi insanlardan uzaq tutsunlar. İnsanları çaşdırırlar. Əsas məqsədi, məğzi insanlara demək istəmirlər. Bu da şeytan, əlbəttə ki, şeytanın ən böyük məqsədi, iblisin ən böyük məqsədi odur ki, insanları şirkə salsın və insanları əsas məqsəddən, məğzdən uzaqlaşdırsın ki, niyə görə? Çünki insan şirklə ölüb gedərsə, əlbəttə ki, əbədi cəhənnəmə düşürdür. İblis də bunu istəyir ki, insanlar elə günah etsinlər ki, onlar əbədi olaraq cəhənnəmdə qalsınlar. Allah qorusun. Ona görə də bizim tövsiyəmiz odur ki, insanlar Allahdan qorxsunlar, Allahın dini doğru düzgün öyrənsinlər, əsas məqsədi başa düşsünlər
ve bunun üzerinden sabit olsunlar. Allah-u Teala bize eşitlik faydalan kullarını eylesin.